Trampın həm Moskvaya, həm də Kiyevə qəzəbi tutub. Vladimir Zelenski və Vladimir Putinə səslənən Ağ Ev rəhbəri deyib ki, hər iki həmkarım özünün deməli öhdəliklərini yerinə yetirməlidir. Tramp Putinlə hətta hədə dilində danışmağa başlayıb. Rusiyanın razılaşmanı imzalamasını görmək istəyirəm. Bununla biz həm Rusiya, həm Ukrayna hərbçilərinin, həm də digərlərinin ölümünü dayandıra bilərik. Həftədə azı 2500 insan həlak olur. Bunun dayandırılmasını istəyirəm. Düşünürəm ki, biz buna nail ola bilərik. Rusiyanın verdiyi vədi yerinə yetirəcəyinə əmin olmalıyam. Və məncə Kreml bunu edəcək. Rusiyanın neftinə əlavə tariflər tətbiq etmək istəmirəm. Lakin əgər götürdüyü öhdəlikləri yerinə yetirməsə, onda sanksiyaları tətbiq edəcəm. Ukrayna tərəfdən Trampı əsəbləşdirən məsələ isə nadir torpaq ehtiyatları üzrə sazişə Zelenskinin bir daha baxmaq istəməsidir. Təbii ki, Ağ Ev rəhbəri bu sazişi mümkün qədər tez imzalamağa çalışır, Kiyev isə tələsmir. Hələ onlarla danışıqlar aparmamışam. Lakin bəzi şeylər eşidirəm. İndi onlar deyirlər ki, biz bu müqaviləni NATO-ya qəbul ediləriksə bağlayacağıq. Əvvəla bu heç vaxt müzakirə olunmayıb. İkincisi düşünürəm ki, Vladimir Putindən əvvəl onlara siz NATO-ya üzv olmayacaqsınız deyilib. Və bəlkə də müharibənin başlamasının səbəbi bu ola bilər. Zelenskidən də gecə saatlarında açıqlama gəldi bu məsələ ilə bağlı. Trampın dediklərinə dair dedi, NATO-ya üzvlüyümüz məsələsi onsuz da həmin sazişdə yox idi, heç vaxt olmayıb və olmasını da planlaşdırmırıq. Sadəcə indi hər iki tərəfdən bu saziş üzərində son hazırlıqlar gedir. Birləşmiş Ştatlar Ukrayna tərəfinə artıq konkret bir sənəd təqdim edib, sazişin müddəalarını təqdim edib, amma Kiyev təbii ki, bundan razılaşmır, müəyyən dəyişikliklər etmək istəyir üzərində. Trampdan da oxşar bir açıqlama gəldi ki, biz Kiyevi mümkün qədər razı salmağa çalışırıq həmin bəndlər üzrə və ümumilikdə bu istiqamətdə işlər davam etdirilir. Əslində Trampın həm Putinə, həm də Zelenskiyə ünvanlanan çıxışları onu göstərir ki, müharibədən sülhə doğru gedilən yolda hələ lap başlanğıcdadır. Bəlkə də ilk addımdan sonra hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb deməyə əsas verir bu açıqlamalar. Avropa isə müxtəlif üsullarla Ukraynaya yardım etməyə davam edir. Əslində buna yardım da deməyə dili gəlmir insanın. Rusiyanı zəiflətmək məqsədi ilə başlanmasına zəmin yaratdıqları müharibədə Ukraynanın yanında görünməyə çalışırlar. Növbəti belə bir addım gəlib Almaniyadan. Deməli, bu ölkənin Xarici İşlər Naziri 11-ci dəfə səfər etdi. Müharibə başlayandan bəri isə 9-cu səfərdə artıq Annalena Baerbockun deməli Kiyevə və açıqladı ki, 130 milyon avro ayırırıq Kiyev üçün, amma bu hələ cüzi məbləğdir. Ümumilikdə Almaniya 2029-cu ilə qədər 11 milyard avrodan çox vəsait ayıracaq. Hərbi yardım tərkibli vəsaitdən gedir söhbət və bunun deməli 3 milyard avrosu bu ilin sonuna qədər, qalan 8,25 milyard avroluq hissə isə 2029-cu ilə qədər veriləcək Ukraynaya hərbi yardım olaraq. Ukraynaya yardımlar mövzusunda özünə əl qatan Fransada daxili siyasi vəziyyət qəfil dəyişdi. Son iki prezident seçkisində Emmanuel Macrona ciddi rəqib olan və 2027-ci ildə keçirilməsi planlaşdırılan seçkilərdə əsas favorit hesab olunan Marine Le Pen'in deməli həbs qərarı, onunla bağlı həbs qərarı və 5 il müddətini bildiyimiz kimi seçkidə iştirak edə bilməz, namizəd olaraq iştirak edə bilməz. Bu ölkə daxilində etirazlarla qarşılandı. Amerika Birləşmiş Ştatları da daxil olmaqla bu hadisə, bu qərar söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bu həqiqətən də Fransanın əvvəllər heç vaxt yaşamadığı siyasi zəlzələdir. Marine Le Pen kimi böyük bir fiqur, Fransanın aparıcı partiyasının lideri olan və növbəti prezident seçkilərinə üstünlüklə gedən şəxs diskvalifikasiyaya məhkum edilib. Bu, siyasi fiqurun məhkum edildiyi ilk hal deyil, lakin ilk dəfədir ki, bu miqyasda bir şəxsə 5 il ərzində seçkilərdə iştirak etməyə icazə verilmir. Amma Le Pen'in yeri boş qalmayacaq. Milli Birlik Koalisiyasından partiya sədri Jordan Bardella göstərilir və onun 2 il sonra keçiriləcək prezident seçkilərində əsas fiqur olacağı hesab edilir. Materikin qərb ucundan şərq ucuna keçid edək. Çin-Tayvan qarşıdurması davam edir. Bir tərəfdə 10 milyon kvadrat kilometr əraziyə sahib Çin, digər tərəfdə 36 min kvadrat kilometrlik Tayvan.
bir tərəfdə 1,4 milyard nəfər əhalisi olan Çin, digər tərəfdə 23 milyon nəfərlik Tayvan. Ərazi fərqi 277 dəfə, əhali sayına görə 61 dəfə az Tayvandan gedir söhbət bu müqayisədə. Təbii ki, bu müqayisəmiz dövlətlərin hansının güclü, hansının zəif olmasını göstərmək, buna eyham vurmaq deyil, amma istər-istəməz sual yaranır. Bu suallar sonra qayıdacağıq. Hazırda nə baş verir həmin ərazidə? Çin Tayvan ətrafında geniş miqyaslı təlimlərə başlayıb. Havadan, qurudan, sudan bu təlimlər davam edir və deməli Pekin bunu əlaqələndirir regionda separatizm meyllərinin qarşısını almaq istəyi ilə. Çinin hərbi təlimləri Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə qarşı ciddi xəbərdarlıq kimi qiymətləndirilir. Bu təlimlər milli suverenliyi qorumaq və ölkənin vahidliyini saxlamaq üçün qanuni və vacib addımlardır. Çin tərəfi deyir ki, deməli, sabitliyin təminatı üçün güc tətbiqi variantından heç vaxt əl çəkməyəcəyik. Tayvan isə açıqlayır ki, Çinin ritorikası sülhə xidmət etmir. Bu cür hərəkətlər regionda sülh və sabitliyə xələl gətirdiyini tam şəkildə əks etdirir. Aydındır ki, Çin sülhü pozan tərəfdir. Yaranan sual nədən ibarətdir? Bu qədər aşkar güc fərqi olduğu halda Çin hansı səbəbdən Tayvanla bağlı lazım bildiyi qərar verə bilmir. Bu yerdə bunu düşünəndə ya da Amerika Birləşmiş Ştatları düşür təbii ki və rəsmi Vaşinqton Tayvanın yanında olmağa davam edir. Trumpın mətbuata ötən günkü açıqlamasında İran məsələsi də var idi. Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməsə, Amerika Birləşmiş Ştatları İranı vuracaq. Belə dedi Trump. 47-ci prezident Tehranın növbəti sanksiyalarla da hədələdi və dedi ki, hər şey razılaşmanın əldə edilib edilməməsindən asılıdır. Təbii ki, biz də istəmirik əlavə sanksiyalar tətbiq etmək və hamının bildiyi variant, yəni müharibə yolunu heç birimiz istəmirik. Ekspertlər isə belə qənaət edirlər ki, Birləşmiş Ştatların əsas məqsədi İranı zəiflətmək və istədiyi məqsədə razı salmaqdır. Vəziyyətin gərginləşməsi yüksək riskli bir siyasi oyuna bənzəyir. Hər iki tərəf bir-birinin qətiyyətini sınamaq üçün gərginliyi artırır. Əsas sual budur ki, birinci kim təslim olacaq? İran hesab edir ki, Trump sərt ritorikasına baxmayaraq, yaxın şərqdə daha bir geniş miqyaslı münaqişəyə girməkdə tərəddüd edə bilər. Digər tərəfdən Trumpın birinci prezidentliyi dövründə Qasım Süleymaninin ölümünə səbəb olan zərbə kimi gözlənilməz addımın atılacağını istisna etmək olmaz. Prosesin ən qorxulu tərəfi Pentaqonun İranın nüvə obyektlərinə havadan zərbələr endirməyə başlaması göstərilir. Bu baş verərsə, İsrailin kəşfiyyat məlumatları əsasında mümkün olacaq. İsrail Amerika Birləşmiş Ştatlarının hasar təcrübəsindən istifadə etmək istəyir. Deməli, Təl-Əviv İordaniya ilə arasında hasar qaldırmaq fikrinə düşüb. İyunda, yəni 3 ay sonra başlayacaq tikinti işləri 3 il davam edəcək, belə hesablayıblar. Və deməli, The Times of Israel nəşrinin məlumatında qeyd olunur ki, hasarlanma Cənub Jolan təpələrindən başlayıb, eyalatın şimalında Timna hava limanına qədər uzanacaq. Neçəyə başa gələcək? 1,4 milyard dollara. Donald Trumpın sərvəti açıqlanıb 5,1 milyard dollar. Keçən il, yəni hələ prezident olmadığı dövrdə nə qədər idi onun sərvəti? 2,3 milyard dollar göstərilirdi. İndi isə 2 dəfədən çox artıb. Forbes jurnalı yazır ki, onun sərvətinin əsas hissəsini daşınmaz əmlak təşkil edir. Golf klubları, lüks malikanələr, şərab zavodları və s. Belə, Donald Trumpdan başladıq, Donald Trumpdan bitirdik. Sözü həmkarlarıma ötürürəm. Hələlik.